Zülümdə növləri var. Zülmün növləri var. Birinci, ən böyük zülüm və bu da şirkdir. Hansı ki, Allahın haqqına qarşı insanın zülmə yol verməsi. İbadəti tək yalnız Allaha yönəltmir, ibadətindən Allahın yaratdığı hansısa məxluqa pay ayırır. O ibadət ki, yalnız Allah üçün olmalıdır. İbadətə layiq olan yalnız Allahdır. Görürsən, ibadətin bəzilərini özü kimi bir məxluqa yönəldir. Bəzən insana yox, hətta cansız daş, qaya, oduna, ağaca ibadəti yönəldir. İbadətin hansısa bir hissəsini Allah Teala'nın yaratdığı məxluqa yönəldir və bu da ən böyük zülümdür ki, ibadətdə kimisə, nəyisə Allaha ortaq, şərik qoşmaqdır. İkincisi, insanın öz nəfsinə, özünə zülm etməsidir. Ki, öz haqqını, nəfsinin haqqını vermir insan. Misal üçün, hər gün oruç tutur və oruç tutmadığı gün yoxdur. Yəni, hər gün oruç tutur. Və yaxud da gecəni, bütün gecəni namaz qılır və istirahət eləmir. Yəni, hər gün davam edirsə, bu da insanın özünə, öz nəfsinə zülm etməsidir. Üçüncüsü isə insanın başqasına zülm eləməsi. Misal üçün, hansısa bir şəxsə qarşı həddi aşır, onu vurur və yaxud da kimisə öldürür və ya kiminsə malını əlindən alır və buna oxşar zülmlər. Əgər burada insanın başa düşəsi mühüm məsələ odur ki, hansı ki, bunlar hamısı şirklərdir. Bunlar hamısı zülmlərdir də, böyük zülm, şirk. İnsanın özünə zülm etməsi, haqqını verməmək və başqasına qarşı həddi aşmaq və həmçinin günahlar da zülmdür.